Səfəv Osmanlı müharibəsinin ikinci mərhələsində. Səfəv Osmanlı müharibəsinin ikinci mərhələsi 1578-1590-cı illəri əhatə edir. Bəs necə oldu ki, tərəflər arasında müharibənin növbəti dalğası baş verdi? Hansı ki, artıq Səfəvilər dövlətində Məhəmməd Xudabəndə hakimiyyətdədir. Məhəmməd Xudabəndənin gözləri kördür və dövləti yaxşı şəkildə idarə edə bilmir. Həyat yoldaşı Məhdudiyə isə tacikləri hakimiyyətə gətirmək istəyir. Yəni, konkret desək ki, Səfəvlərin içərisində qarma-qarışıqlıq bir dönəm hökm sürür. Və bu dövrdə də Osmanlılar bundan istifadə edir və Van hakimi Xoya hücum edir. Yəni, Osmanlının Van hakimi Xoya hücum edir. Xoya hücum nəticəsində 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri pozulur və Səfəvlərlə Osmanlılar arasında yeni müharibə dalğası başlayır. Hansı ki, Səfəv-Osmanlı müharibəsində Osmanlı Kırım xanı ilə bərabər vuruşur. Yəni, bunlar müttəfiqdirlər. Biz isə tək başımıza vuruşuruq. Tərəflər arasında bizim müəyyən döyüşlərimiz var. İndi bu döyüşlər yazacağıq. Birinci döyüşümüz 1578-ci ildədir. Döyüşümüzün adı Çıldır döyüşüdür. Çıldır döyüşündə sayca çox olan Osmanlı qoşunu qalib gəlir və Osmanlı qoşununun Gürcüstanı işğal etmə təhlükəsi yaranır ki, onlar bu döyüşdən sonra Gürcüstanı da işğal edə bilərdilər. Tərəflər arasındakı növbəti döyüş yenə elə eyni ildə baş verir. 1578-ci ildə Molla Həsənli döyüşü. Molla Həsənli döyüşündə Səfəv qoşunları Kırım xanı Adilgərayı əsir götürür və qalib gəlirlər. Adilgəray əsir götürülür və Səfəvilər qalib gəlir. Səfəvilər qalib gəlir. Artıq bundan sonra müharibənin gedişatında müəyyən dəyişikliklər olur. Yəni, bu Səfəvlərin sonuncu qalibiyyətidir. Tərəflər arasında sonra 1583-cü ildə Niyazabad döyüşü baş verir. Niyazabad döyüşü. Niyazabad döyüşündə Osmanlı qoşunu qalib gəlir. Sonuncu döyüşümüz tərəflər arasında bu müharibədə 1585-ci ildə Sufyan döyüşüdür. Sufyan döyüşündə də Osmanlı qalib gəlir. Bu döyüşün gedişatında artıq yavaş-yavaş Səfəvi dövləti zəifləyir və hakimiyyət də həmçinin boşluq olduğuna görə Səfəvi dövlətində xeyli geriləmələr baş verir və bu geriləmələr nəticəsində Şeybanilər qaytarıb Xorasanı Səfəvilərdən alırlar. Və belə bir gedişatda gəlir Məhəmməd Xudabəndə ölür və hakimiyyətə Şah 1-ci Abbas çıxır. Abbas hakimiyyətə gəldikdə hakimiyyətin durğunluq dönəmidir və artıq demək olar ki, Osmanlı dövləti tərs düz olmuş vəziyyətdədir və məcbur qalıb Osmanlılarla sülh müqaviləsi bağlayacaq. Bu sülh müqaviləsi Səfəvi tarixinin bədbəxtçiliyi, Osmanlı tarixinin isə xoşbəxtçiliyi kimi göstərilir. O hansı sülh müqaviləsidir? İndi lövhəmizi təmizləyib ondan danışacağıq. Videomuzda qeyd elədiyimiz müqavilə 1590-cı ildə imzalanan 1-ci İstanbul müqaviləsidir. Bu İstanbul müqaviləsi Səfəvi tarixində imzalanan ən qanlı müqavilə hesab olunur. Nəyə görə? Çünki bu müqavilədə biz Ərdəbil, Xalxal, Zəncan, Qaradağ, Qəzvin və Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlıya veriləcək. Həmçinin Şərqi Gürcüstana da nəzarət Osmanlıların əlinə keçəcək. Yəni, bu müqavilədən sonra Səfəvlərin torpaqları tamamilə azalır, ərazisi xeyli kiçilir. Amma Osmanlıların ərazisi isə heç tarixdə görülməmiş səviyyədə böyüyür. Yəni, bu zamanda hakimiyyətdə artıq 1-ci Abbasdır. 1-ci Abbas bu gedişatdan çıxmaq üçün hansı addımlar atacaq? Bu növbəti videomuzun mövzusudur. Qısa şəkildə bir daha təkrar etsək, Səfəv-Osmanlı müharibələrinin birinci mərhələsi 1514-1555-ci illəri əhatə edir. Çaldıran döyüşü ilə başlayıb Amasya sülh müqaviləsi ilə bitir. Çaldıran döyüşü olduqda hakimiyyətdə Şah İsmaildir. Lakin Amasya sülhünü 1-ci Təhmasib imzalayır. Səfəv-Osmanlı müharibəsinin ikinci mərhələsi isə 1578-1590-cı illəri əhatə edir. Müharibə Çıldır döyüşünə başlayıb 1-ci İstanbul sülhü ilə başa çatıb. Çıldır döyüşü zamanı hakimiyyətdə Məhəmməd Xudabəndədir. Lakin 1-ci İstanbul müqaviləsini Şah 1-ci Abbas imzalayıb. Və bu məsələlərdə diqqətli olaq və növbəti videomuzun mövzusunda Abbasın həyata keçirdiyi islahatlardan danışaq.